Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə DİM test topusu 2025-ci il son test topusunun dayaq hərəkət sistemi mövzusunun izahını paylaşacağım. Gəlin başlayaq birinci sualdan. Deyir, insanın kəlləsi zədələndikdə onu necə uzatmaq lazımdır? Kəllə zədələndikdə arxası üstə, onurğa zədələndikdə isə üzü üstə uzatmaq lazımdır ilkin tibbi yardım olaraq. Arxası üstə uzatdıqda isə başının altına bir, belə deyək də, yastıq qoymaq lazımdır və hərəkətsizliyini təmin etmək lazımdır. Cavab olacaq arxası üstə. Döş qəfəsi hansı orqanlar üçün qoruma funksiyasını yerinə yetirir? Döş qəfəsi döş boşluğumuzda olan orqanlar üçün, baxın, ürək, ağciyərlər. D variantı. Sidik hissəsi çanaq boşluğunda yerləşir, mədə, bağırsaqlar qarın boşluğunda, böyrək qarın boşluğunda, həmçinin bunlar da döş boşluğunda yerləşən orqanlar döş qəfəsi vasitəsilə qorunur. İnsanda çiyin qurşaqları neçə sümükdən əmələ gəlmişdir? Çiyin qurşağı yuxarı ətrafımızın qurşaq skeletinə aiddir. Var sərbəst hissə, var qurşaq hissə. Qurşaq hissə çiyin qurşağı adlanır və bura 2 kürək, 2 körpücük sümüyü aiddir. Cəmi 4 sümük. Əsasən hansı vəzin ifraz etdiyi hormon sümüklərin böyüməsini tənzim edir? Böyümə hormonu somatotrop, boy hormonu da adlanır. Hipofiz vəzi tərəfindən sintez olunur. 5-ci suala baxıram. İnsanda uzun borulu sümüklərə aiddir. Uzun borulu sümüklər bizim ətraflarımızda olan sümüklərdir. Bu da sadə bir sual. Bazu, mil və bud. Qeyri-üzvü maddələrin və üzvü maddələrin sümüklərə verdiyi xassə. Qeyri-üzvü maddələr sümüyə sərtlik verir, üzvü maddələr isə elastiklik verir. Deyirik ki, yaşlı insanların yıxılması daha təhlükəli olur. Onların sümükləri daha tez sınır. Niyə? Çünki onların sümüyünün yaş artdıqca qeyri-üzvü maddələri artır, üzvü maddələri isə azalır. Qeyri-üzvü maddələr artdığı üçün sərtliyi də artmış olur. Yəni sərt bir şey asanlıqla sınar, elə deyilmi? Ona görə sümük sərtliyi yaş artdıqca daha artır, elastikliyi isə azalır. Yəni üzvü maddələr azalır. Normalda insanda onurğa üstündə olan əyriliklərin sayı 4 əyrilik var. 4 əyriliyi olan S şəkilli onurğa sütunumuz mövcuddur. Boyun və bel önə, döş və oma isə arxaya doğru əyrilikdir. Boyun və belin əyriliyini adlandırırıq lordoz. Döş və omanın əyriliyini isə adlandırırıq kifoz. Yanlış anlaşılmasın. Bu əyrilik dedikdə bu patologiya deyil. Yəni onurğamızda olan normal əyriliklərdir. İnsanın skeletində aşağı ətraf qurşağına aid olan sümükləri istəyir. Baxın. Çanaq aşağı ətrafın qurşaq skeletinə aiddir. Qamış aşağı ətrafın sərbəst hissəsinə aiddir. Baldırın sümüklərindən biridir qamış. Körpücük yuxarı ətrafın qurşaq hissəsidir. Mil yuxarı ətrafın sərbəst hissəsidir. Bud aşağı ətrafın sərbəst hissəsidir. Büzdüm isə onurğaya aiddir. Ətraf skeletimizə yox. Burada qurşaq deyir. Qurşaq dediyinə görə götürməyəcəm bud və qamışı, təkcə biri çanaq sümüyünü götürəcəm. Cavab olur Y variantı. İnsan skeletində yuxarı ətraf qurşağına aid olan bu isə kürək və körpücük sümükləridir. B variantı. 11-ci suala baxırıq. Doğru mülahizəni müəyyən edin deyir bizə. Yalnız açıq sınıqlar zamanı şina qoyulur. Yanlışdır. Kəllənin sınıqları zamanı zərər çəkmişi üzü aşağı uzatmaq. Niyə üzü aşağı? Arxası üstü uzatmaq lazımdır. Onurğa sınığı zamanı zərər çəkmişi arxası üstü uzatmaq lazımdır. Xeyr, əksinə üzü üstü uzatmaq lazımdır. Qabırğaların sınması. Qabırğaların sınması zamanı isə yadda saxlayırsınız. Döş qəfəsini dərindən nəfəs vermə zamanı, xəstəyə deyirik, nəfəsini tam boşaldır, dərindən nəfəs verir. Bu zaman döş qəfəsini bərk bir şəkildə sarıyırıq. Burxulma zamanı zədələnmiş oynağa isti yox, soyuq əşya qoymaq lazımdır. İnsan skeletinin şəkildə göstərilən hissəsində hansı sümük birləşməsi yoxdur? Biz burada kəllənin skeletini görürük. Burada həm beyin şöbəsi, həm də üz şöbəsi verilib bizə. Kəllə qapağı sümüklərinə baxsaq, baxın bu hissəyə.
Burada bilirik ki, birləşmə hərəkətsizdir. Yəni yalnız hərəkətsiz birləşmədir. Tikişlərlə birləşiblər. Üz skeletində isə baxın, burada alt çənə və gicgahın birləşdiyi hissədə bir oynaq var. Bu da hərəkətli birləşmədir. Baxın, alt çənənizi tərif edə bilirsiniz. Yəni burada biz hərəkətli birləşmə gördük. Hərəkətsiz də gördük. Hərəkətsiz. Yarım hərəkətli birləşmə isə yoxdur. Cavab D variantı olacaq. Qabırğaların sınması zamanı nə etmək lazımdır? Bayaq dediyimiz kimi dərindən nəfəs verib döş qəfəsinə möhkəm bir şəkildə bağlamaq lazımdır. Nəfəs vermə zamanı. Əgər həkim zərər çəkəni qarnı üstə hamar yerə uzatmışsa, baxın, üzü üstədirsə demək düşünür ki, bunun onurğası zədələnmişdir. Bir dənə bunu silim. Dərslərdən qalır belə qeydlər. Aha. Sümük toxumasına aid olmayanı istəyir bizdən. A variantı, sümük hüceyrələrinin daxilində sarı sümük iliyi olur. Yanlış ifadədir. Sümük hüceyrələrinin daxilində deyil, sümüyün tərkibinə daxildir sarı sümük iliyi. Yəni sümük hüceyrəsinin daxilindədir deməsi yanlışdır. Sarı sümük iliyi və sarı sümük iliyini burada vurğulayıb. Sarı sümük iliyi yalnızca uzu borulu sümüklərin orta hissəsindəki boşluqda yerləşir. B variantına da baxıq. Digər variantlarda sümük toxuması hüceyrə arası maddə və sümük hüceyrələrindən təşkil olunur. Tamamilə doğrudur. 3də 1-ni təşkil edir sümük hüceyrələri. 3də 2 hissəsini hüceyrə arası maddə. Buna uyğun olaraq C variantı da doğrudur. Sümük toxuması aiddir birləşdirici toxumaya. Və sümük toxumasından qan damarları və sinirlər keçir. Bu da tamamilə doğrudur. Sümük toxuması da qanla da təchiz olunur, sinirlə də təchiz olunur. Baxırıq indi 16-cı suala. İnsanda hansı sümüklər gövdənin skeletinə aid deyil bizə? Gövdənin skeleti dedikdə, baxın, qolları çıxardın atın. Ayaqları çıxardın atın, ətraflara aiddir. Başı da çıxardın atın. Yerdə qalan hər şey gövdəyə aiddir. Baxın, bir anlıq skeletini, insan skeletini gözünüzün qabağına gətirin. Qollar çıxdı, ayaqlar çıxdı, baş çıxdı. Yerdə qalan gövdədir. Bura aiddir bir ədəd döş sümüyü, qabaq hissədə 24 dənə qabırğa, 33-34 dənə də fəqərə və salam. İndi baxın, döş sümüyü aiddir, döş fəqərələri aiddir, bel fəqərələri aiddir, qabırğalar aiddir. Bunlar aid olanlardır. Aid olmayan isə körpücük və kürək sümüyüdür. Onlar yuxarı ətrafın qurşaq skeletinə aiddir. Niyə bunu xüsusi vurğulayıb? Məsələn, biz skeletə diqqətlə baxsaq, açmaq istəyirəm mən skeleti, çünki bəzi sualları onun üzərindən izah edəcəm. Baxın, şəkilə baxanda, insanın skeletinə baxanda sanki kürək sümüyü də gövdəyə aid imiş kimi, körpücük sümüyü də ön hissədən gövdəyə aid imiş kimi görünür, amma elə deyil. Gövdə dedikcə baxın, qabaqda bu döş sümüyünü götürəcəksiniz, qabırğalar, bir də arxadan fəqərələri. Baxın, biz indi götürdüyümüz, bircə dəqiqə, aha, bu körpücük sümüyü. Bir dəqiqə buradan çıxaq. Aha, bu körpücük sümüyü, bir də bu kürək sümüyü yuxarı ətrafın qurşağına aiddir. Baxın, burada da çanaq sümüyünü görürsünüz aşağıda. O da aşağı ətrafın qurşağına aiddir. Yəni gövdə skeletinə aid deyildir. Davam eləyək 17-ci sualdan. Hansı sümük sərbəst yuxarı ətraf skeletinə aid deyil? Təkrar körpücük, sərbəst deyil, qurşaq hissəsinə aiddir. İnsan skeletinin quruluşunun hansı xüsusiyyəti dik gəzməklə əlaqədar deyil? İnsan dik yerişə keçib, insana bənzər meymunlardan fərqli olaraq dik yeriyib, əlləri yeriməkdən azad olub, əmək alətləri hazırlayıb, bunları bilirik. Və dik yeriməklə əlaqədar onun skeletində bəzi dəyişikliklər baş vermişdir. Məsələn, onurğanın bayaq dediyimiz 4 əyriliyi, S şəkilli əyriliyi onun dik yerişi ilə əlaqəlidir. İnsana bənzər meymunlarda necə idi onurğa əyriliyi? Oraq şəkilli. Qabağı o qədər əyilmişdilər ki, onlarda oraqvari onurğa sütunu var idi. Ayaq pəncəsi tağ şəkillidir. Bəli, bu da doğrudur və bu yerdən alınan təkanları zəiflədir. Aşağı ətraf üzərində gəzdiklərinə görə, yəni dik gəzmək, belə deyək, əlləri üstə gəzmək ön ətrafı istinad etməkdir. Amma artıq dik yeridir insan, əlləri yeriməkdən azad oldu və bütün gücü aşağı ətrafların üstünə düşdü. Bu da çanaq sümüklərinin daha irilənməsinə
təmin etdi. Döş qəfəsi artıq yanlara doğru genişləndi, yastı quruluşda oldu. Kəllənin beyin şöbəsinin üz şöbəsindən böyük olması, belə deyirik həmişə. İnsana xas xüsusiyyətdir. Deyirik ki, insana bənzər meymunlarda üz şöbəsi kəllədən böyükdür. İnsanda isə kəllə üzdən böyükdür. Doğrudur, amma bu dik yerişlə əlaqəli deyildir. Sümüyü göz şəklində əymək mümkündürsə, demək ki, onun sərtliyi itib. Sümüyə sərtliyi verəndə qeyri-üzvü maddələr idi. Məsələn, mineral duzlar. Demək ki, bunun tərkibindən çıxıb. Zülallardır, yağlar, bunlar üzvü maddələrdir. Üzvü maddələr isə buna elastiklik verir. Məntiqlə baxaq. Mən bir şeyi rahat əyə bilirəmsə, demək bunun sərtliyi gedib, artıq elastikdir. Sərtliyi gedibsə, qeyri-üzvü maddələr gedib. Yastı sümükləri istəyir bizdən. Burada sümük növlərini əzbər bilməlisiniz. Çanaq sümüyü yastıdır. Bazı baldır, uzun boruludur. Fəqərələr qarışıqdır. İnsan skeletində baldırları əmələ gətirən sümüklərin sayı baldır aiddir aşağı ətrafın sərbəst hissəsinə və bir dənə baxaq. Baldır, bax bura bud sümüyüdür, aşağı hissə isə baldır sümüyüdür, qamış və incik sümüyü. Baxın, baldır dediyimiz budur, iki sümüyün birləşməsindən əmələ gəlib qamış və incik sümükləri. Hər ətrafda 2 dənə, ümumi 4 dənə sümük aiddir bura. Sarı sümük iliyi ola bilər, yadda saxlayırıq. Sarı sümük iliyi yalnızca uzun borulu sümüklərimizin tərkibində olur. Sarı sümük iliyində ehtiyat qida maddəsi toplanır və həmçinin qan yarama funksiyası da var. İndi burada bir ətraf sümüyünü seçməliyəm. Bu da said sümüyüdür. İnsan skeletinin çəkisi 18 kiloqramdır. Sümüklərin tərkibində daxil olan hüceyrəarası maddənin çəkisi nə qədərdir? Skeletin ümumi çəkisi 18-dirsə, bunun 1/3 hissəsi sümük hüceyrələridir. 2/3 hissəsi isə hüceyrə arası maddə. Geniş yazıram ki, yadda qalsın. 18-in 3/2 hissəsini tapacaqsınız. Bu da bərabər olur 12-yə. D variantı. İnsanda 3-cü boyun fəqərəsi bilavasitə neçə sümüklə birləşir? Bütün boyun fəqərələrimiz cəmi 2 sümüklə birləşir. Yuxarıdakı fəqərə, aşağıdakı fəqərə, birinci boyun fəqərəsi isə yuxarıdan ənsə sümüyü ilə birləşmişdir. Amma fakt yenə 2 sümükdür. Cavab olacaq Y variantı. Kəllənin skeletinin hərəkətli sümüyü alt çənə sümüyüdür. Hansı ki, gicgah sümüyü ilə birləşib. Tərpədin alt çənənizi. Üst çənə hərəkətsizdir, alt çənə isə hərəkətlidir. İnsanda sərbəst aşağı ətraf skeletinə aid olmayan sümükləri istəyir bizdən. Ayaq sümüyü, baldır sümüyü, bud sümüyü sərbəst hissəsidir. Oma sümüyü ümumiyyətlə aşağı ətrafa aid deyil, oma fəqərəsi. Çanaq sümüyü aşağı ətrafa aiddir, amma qurşaq skeletinə. Cavab olacaq burada B variantı. Keçirik 27-ci suala. 30 kiloqram ağırlığında olan sümük toxmasının nə qədəri sümük hüceyrələrinin payına düşür? Təkrar eləyirəm, bir də yazmayacağım, vaxt itirməyək deyə. 1/3 hissəsi sümük hüceyrəsidir, 1/2 hissəsi hüceyrə arası maddədir. 30-un 1/3-ni tapırsınız, bərabər olur 10-a. 28-ə baxırıq. Hansı sınıq zamanı şina qoymaq mümkün deyil? Baxaq, birinci. Körpücük sümüyü şina qoymaq mümkün deyil. Bud ətraf skeletidir, qoymaq olar. Baldır ətraf skeletidir, said ətraf skeletidir, qoymaq olar. Qabırğalarda qoymaq olmaz. Qabırğa sınan zaman, təkrar eləyirəm, nəfəs vermə zamanı bərk sarımaq lazımdır. Kəllə sınan zaman arxası üstə uzadıb hərəkətsizliyini təmin etmək lazımdır. Bazuda qoya bilərik. Onurğa sınığında da xəstəni üzü üstə uzadıb hərəkətsizliyini təmin etmək lazımdır. Yəni, ətraf skeletlərinin zədələnməsində şina qoymaq mümkündür. İnsan skeleti üçün səciyyəvi əlamət deyil. Burada səhv cavab özünü bildirir, amma digərlərini də təhlil edəcəm. Onurğa əyriliklərinin olması tamamilə doğrudur. Əyrilik deyəndə çaşmıyor uşaqlar. Normal bir şeydir onurğada əyriliyin olması. Burada patoloji lordozdan, patoloji kifozdan və yaxud skalyozdan söhbət getmir. Normal önə və normal arxaya doğru əyriliyimiz nəzərdə tutulur. Məsələn, baxın burada onurğamıza. Baxın, S şəkillə əyilib.
İkisi önə, ikisi isə arxaya, şöbə olaraq. 2 şöbə önə, 2 şöbə arxaya əyilmişdir. Döş qəfəsinin yanlardan sıxılması yanlışdır. Yanlara, baxın vurğuluyuram, yanlara sıxılıb, yanlara. Yəni biri var ki, belə qabağa əyilsin, dik yeridiyi üçün yanlara doğru genişlənib yanlara. Əldəki baş barmağın digər barmaqlarla qarşılaşması, qarşılaşdırın baş barmağınızı. Tamamilə doğrudur. İnsana xas bir xüsusiyyətdir. Ayaq tağının olması, bu da düzgündür. Dik yerişlə əlaqədardır. Yerdən alınan təkanları zəiflədir. Kəllənin beyin şöbəsi üç şöbəsindən iridir. Bəli, insana bənzər meymunlarda isə bunun əksidir. İnsanda çanaq sümüyünün bilavasitə birləşdiyi sümüklər. Skelet üzərindən göstərəcəm bunu. Çanaq sümüyü birləşir. Gedək skeletdən yaxşısı görək bunu. Bir tərəfdən birləşib bu da. Burada göstərmir bircə dəqiqə. Yuxarıdan birləşib onurğaya. Gəlin əvvəlcə onurğaya birləşməsini görək. Bir də bir-biri ilə birləşməsinə diqqət eləyəcəyik. Baxın, çanaq sümüyü. Görürsünüz, onurğaya birləşib. Məntiqlə baxanda bu aşağı ətrafı gövdəyə birləşdirən bir hissə olmalıdır. Bu çanaq sümüyüdür və omaya birləşib, oma fəqərələrinə birləşib. Və sizə testdə diqqət eləyin, çanaq sümüyü deyir. Yəni bir çanaq sümüyünü nəzərdə tutur. Digər çanaq sümüyü ilə ön tərəfdən baxın belə birləşmişdir. Bir çanaq sümüyü digəri ilə, həmçinin də aşağı ətrafımızın budu ilə birləşmə əmələ gətirmişdir. Baxın, bu və bu bir-biri ilə birləşiblər, hərəkətli birləşmədir. Davam eləyək. İndi burada götürəcəyik çanaq, bud və oma. Görək hansıdır? Aha, çanaq, fəqərə və bud sümükləri ilə birləşib. 31-ə baxırıq. İnsanda yuxarı ətrafın sərbəst hissəsinin sümüklərinə aiddir. Mil saidin sümüklərindən biridir. Aiddir bura mil və dirsək. İnsan skeletində yastı sümüklərə aiddir. Çanaq sümüyü. Siz burada tez, məsələn, budu saidi uzun boruludur deyə çıxa bilərsiniz. Doğru olanı müəyyən edin deyir. Sümüklərin böyüməsi hipofizin ifraz etdiyi hormon tənzimləyir. Tamamilə doğrudur. Hipofiz boy hormonu ifraz edir. Somatotrop, o da sümüklərin böyüməsini təmin edir. Uzunluğa böyüməsi sümük üslüyünün hesabına baş verir. Yanlışdır. Sümüyün eninə böyüməsini sümük üslüyü təmin edir. Sümük üslüyünün daxili tərəfindəki hüceyrələr bölünüb çoxalır və bunun hesabına eninə böyüyür. Məntiqlə fikirləşin bir dənə. Bunu bir dənə buradan bir sümük üslüyü əhatə eləyib. Eninə əhatə edib də bunu. Eninə doğru böyüməsi sümük üslüyü təmin edir. Uzunluğa böyüməsini isə uzun borulu sümüklərin başçıqlarında bir qığırdaq toxuması olur. Həmin qığırdaq toxuması hüceyrələrinin bölünüb çoxalması hesabına uzunluğa böyüyür. Ürək əzələsi saya əzələlərə aiddir. Yanlışdır. Bizdən doğrunu istəyirdim, onu doğru kimi götürmədik, üstündən xətt çəkdim. Ürək əzələsi saya əzələlərə aiddir, yanlışdır. Enlə zolaqlı əzələ toxumasına aiddir. İşləyən əzələ daha çox oksigen mənimsəyir, daha az mənimsəyir, yanlışdır. Əksinə daha çox oksigen mənimsəyir. Axı işləyir, ona enerji lazımdır. Qabırğanın sınığı zamanı xəstəni arxası üstə uzadıb şina qoymaq lazımdır, yanlışdır. Qabırğa sınağında şina qoymaq mümkün deyil. Nəfəs vermə zamanı sıx, sarımaq lazımdır. Vəssalam, keçdik. Onurğanın əsasən hansı şöbəsindəki fəqərələrin sayına görə insanı məməlilər sinfinə aid edirlər. Boyun fəqərələrinin sayına görə sayı da 7-yə bərabərdir. 35-ə baxırıq. İnsanın gövdə skeletinə aid olmayan sümükləri seçin. Kürək sümüyü yuxarı ətrafın qurşaq sümüyünə aiddir. Olmayanı istəyir, amma içindən mən olanları da çıxım ki, tam düzgün. Məsələn, fəqərə ilə döş sümüyü gövdə skeletinə aiddir. Demək, A variantını götürə bilmərəm. Gövdə skeletinə yastı sümük aiddir. Məsələn, döş sümüyü yastı sümükdür. Qısa sümüklər, döş sümüyü, fəqərələr, döş sümüyü və fəqərələr aiddir. Borulu sümüklər, qabırğalar, döş sümüyü, qabırğalar və döş sümüyü gövdə skeletinə aiddir. Cavab olaraq Y variantını götürə bilərəm. Borulu sümüklər ətraflarımızdadır. Pəncə sümükləri, əl-ayaq pəncəsi ətraflarımızdadır. Kürək sümüyü də yuxarı ətrafın qurşaq skeletinə aiddir. 36-ya baxıram. İnsanın kəllə qutusunda beyin şöbəsində olmayanları istəyir bizdən.
Gəlin bir-bir baxaq. Məsələn, beyin şöbəsinə xüsusi vurğulayıb, yəni üz şöbəsini nəzərdə tutmur. Baxıram A variantına. Yastı sümüklər mövcuddur, çünki kəllə qapağı sümüklərimiz yastı sümüklərdir. Borulu sümüklər bəli yoxdur. Burada sarı sümük iliyi yoxdur. Aha, elə B variantıdır cavab. Niyə? Çünki borulu sümüklər ətraflarda olur. Sarı sümük iliyi uzun borulu sümüklərin tərkibində olur. Bayaq da təhlil elədik ki, yarım hərəkətli birləşmə burada yoxdur. Yalnız hərəkətsiz birləşmədir. Yastı sümük dediyimiz kimi var. Bunları çıxıram. Hərəkətsiz oynaq. Hərəkətsiz birləşmə də həmçinin var. Kəllə qapağı sümükləri bir-biri ilə hərəkətsiz birləşmişdir. Bir dəqiqə. Aha. Deməli, nə deyirik burada? 37-ci suala baxıram. İnsanın sərbəst ətraflarının neçə sümüyü çanaq qurşağına bilavasitə birləşir? Çanaq sümüyünə 2 sümük birləşir ətraflarımızdan. Aşağı ətrafımızın 2 dənə bud sümüyü çanaq sümüyünə birləşir. Çanaq sümüklərinə neçə borulu sümük birləşir? Elə eynidir. Yəni burada yenə 2 dənə bud sümüyü nəzərdə tutulur. 37 və 38 bir-birinin eynisidir. Buranı silək. 39-da deyir ki, insan kəlləsinin hansı sümüklərində diş kökləri üçün yuva vardır? Diş köklərimiz 3 sümüyün üzərində yerləşir. Belə deyək də, içindəki yuvada yerləşir. Bura aiddir 2 dənə üst, 1 dənə də alt çənə sümüyü, yəni üst və alt çənə. 40-cı suala baxıram. İnsanın skeletində aşağı ətraf qurşağı sümükləri 2 cür sümük iliyi olan sümüklərin neçəsi ilə bilavasitə birləşir? Bayaqki sualın təkrarıdır. Aşağı ətraf qurşağı sümüyümüz 2 ədəd çanaq sümüyüdür. Birləşib ətraflardan olan 2 dənə bud sümüyü ilə və bunların hər ikisi də sarı sümük iliyinə malikdir. Cavab olacaq D variantı. 41-də baxıram, dirsək və mil sümüklərinin cəmi, dirsək və mil aiddir said sümüklərinə. 2 dənə saidimiz var. Hərəsində bir dirsək, bir də mil. Yəni qayda belədir. Gəlin baxaq skeletdə də. Ətraflarımızın skeletində baxın. Mil və dirsək sümükləri bunlardır. Birləşiblər bazı sümüyü ilə. Cavab oldu A variantı. 42-yə baxırıq. İnsan sümüyünün tərkibindəki mineral maddələrin miqdarının onun yaşından asılılıq qrafiki. Baxın, bayaq dediyimdə mineral maddələr, yəni qeyri-üzvü maddələr sərtlik verir, hansı ki, insanın yaşı artdıqca mineral maddələr artır, üzvü maddələr isə azalır. Belə yadda saxlayın. Bax, ən yaxşı yadda saxlamaq metodu budur. Yaşlı insan yıxıldı, onun sümüyü daha tez sınır. Niyə? Çünki onun sümüyü daha sərtdir. Demək, onun tərkibində mineral maddələr, qeyri-üzvü maddələr daha çoxdur. İnsan skeletinin şəkildə göstərilən hissəsi, bir dənə silək buranı. Aha. Şəkildə göstərilən hissəsi deyir ki, bilavasitə qarışıq sümüyə birləşmir. Bu çanaq sümüyü gedib fəqərə vasitəsilə birləşmirmi? Fəqərə də qarışıq sümük deyilmi? Demək ki, birinci cavab yanlışdır. Sonra digərlərinə baxaq. Borulu sümüklərə malikdir. Tamamilə doğrudur. Burada bud və baldır borulu sümüklərdir. Oynaqlara malik deyil, yanlışdır. Niyə görmürük? Məsələn, burada bud və baldır birləşib oynaq əmələ gətirəcək də. Sümük birləşmələrində oynaq oldu. Gövdə skeletinə bilavasitə birləşmir. Yanlış deyir. Dediyim kimi, gövdə skeletinin fəqərəsinə birləşir. Ayağımız əlbət gövdəmizə birləşməlidir. Qurşaq və sərbəst hissəyə ayırd edilir. Tamamilə doğrudur. Bu çanaq sümüyü bunun qurşaq skeletidir, qalanı sərbəst. Burada 5 də doğru olacaq. Qısa sümüklərə malikdir. Bəli, pəncədə olan sümüklər qısa sümüklərdir. 2, 5 və 6 oldu cavabımız. 43-də D variantıdır. 44-də məntiqi əlaqəyə əsasən X sümüyünü müəyyən edin. Yuxarı ətraf skeletinin qurşaq hissəsinə kürək sümüyü aiddir. Sərbəst hissəsinə isə aid ola bilər mil, saidin mil və dirsəyi. Sarı sümük iliyinə malik olan sümüklərə bilavasitə birləşən yassı sümüklərin sayı. Aha, gəlin baxaq. Sarı sümük iliyinə malik olan sümüklərə birləşən yassı sümük. Burada 2 hissədən söhbət gedir. Bazu və kürəyin birləşməsi.
Bud və çanağın birləşməsi. Kürək də yastı sümükdür, çanaq da yastı sümükdür. Bazu da sarı sümüklüyünə malikdir, bud da. Deməli, 2 dənə kürək, 2 dənə də çanaq sümüyü. Cəmi 4 sümük olacaq Y variantı. 46-da isə gövdə skeletində yalnız bir sümük birləşməsi əmələ gətirən neçə sümük var deyir. Əzbər yazırsınız, bir yerdə qeyd edirsiniz. Onurğanın sonuncu fəqərəsi, yəni sonuncu büzdün fəqərəsi ancaq yuxarıdakı fəqərə ilə birləşir. Yəni bir sümüklə, aşağıdan heç bir sümüklə birləşməyib ki, bir onu götürəcəksiniz. Yazıram bura son büzdüm. Bir də üzən qabırğaları, qoyun skeletdə göstərim onu sizə. Baxın, burada sonuncu fəqərə, sonuncu büzdün fəqərəsi ancaq yuxarıdan birləşib də, onun aşağısında yoxdur ki. Bir onu götürəcəksiniz. Bir də bax, bu qabırğalar var ha, 4 dənə. 11-12-ci cüt qabırğa, sərbəst qabırğa, yan qabırğa, üzən qabırğa da deyirik. Bu 4 dənə qabırğa bir dənə arxadan döş fəqərəsi ilə birləşib, öndən tamamilə sərbəstdir. 4 dənə də qabırğa, cəmi 5 sümük. Yalnız bir sümüklə birləşmə əmələ gətirir. Skeletimizdə bir sümüklə birləşmə əmələ gətirən bir neçə sümük misal göstərə bilərik. Məsələn, qulağımızdakı tək tərəfli sümükləri, sonra əl-ayaq pəncəmizdə sonuncu barmaq falanqalarımızı burada misal göstərə bilərik. Hansı sualdaydıq? Bir dəqiqə. Aha. Baxırıq 47-yə. İnsanın döş qəfəsindəki qarışıq sümüklərin sayı x-dirsə, döş qəfəsindəki sümüklərin cəmini müəyyən edin. Döş qəfəsinə aiddir 24 qabırğa, 12 döş fəqərəsi, bir dənə də döş sümüyü. Buradan qabırğa yastı sümüklərə aiddir. Döş fəqərələri qarışıq sümüklərə aiddir. Döş sümüyü isə yastı sümüklərə aiddir. İndi gəlib baxaq. Qarışıq sümükləri x-də işarə etdiksə, x üstəgəl verib, x üstəgəllə verib cavabları. X-in üstünə qabırğa və döş sümüyünü də gəlməliyik, yəni 25-i. Cavab Y variantı. 48-ə baxıram. İnsanın bir bud sümüyü neçə uzun borulu sümüklə birləşir? Yalnızca biri ilə. Gəlin gedək skeletdə sizə bunu göstərim. Baxın, qamışla birləşir. Görürsünüz? İncik sümüyü də burada uzun borulu sümükdür, sizi çaşdırmasın. Amma o bud sümüyü ilə birləşməyib. Yəni bir oynaq yaratmır. Qamışın bir kənarına bağlanıb. Görə bilirsinizmi burada? Bax belə. İndi yalnızca qamış sümüyü ilə birləşib deyəcəksiniz. Bir bud, bax bir dənə budu soruşur. İkisini soruşsaydı 2 qamış deyərdik. Burada bir dənə qamış sümüyünü götürəcəksiniz. 49-da isə bizdən nəyi soruşur? Bazu sümüyünün neçə sümüklə birləşdiyini soruşur. Bir bazu sümüyünü nəzərdə tutursa birləşir kürək sümüyü ilə və saidin mil və dirsəyi ilə birləşir. Göstərək bunu da. Bu birləşdi ikisi ilə də. Görürsünüz, ikisi ilə də oynaq əmələ gətirib. Həm millə, həm dirsəklə birləşmişdir. Bir tərəfdən də burada kürək sümüyünə. Kürək, mil, dirsək və salam. İndi burada dedik 3 sümük. Yadda saxladıq. Davam eləyək. Keçirəm 50-ci suala. Şəkildə verilmiş skelet hissəsi neçə sümüklə birləşir?
Buraları boş verin baba. Bazunu, saydı, əl pəncəsini hara birləşib ki bu? Sərbəst hissəsidir. Bu bazı bir dənə kürəklə birləşib vəssalam. Skeletə birləşmək metodu budur. Mən baxmalıyam kürəklə körpücüyün birləşməsinə. Kürək körpücük birləşməsini belə yadda saxlayırsınız. Təqdimatlarımda da var, dərs izahımda. Kürək bir tərəfdən körpücüklə birləşib, kürək körpücüyün birləşməsini sizdən soruşanda belə yazın. Körpücük də kürəklə birləşib. Bir-biri ilə birləşiblər axı. Əlavə olaraq kürək sümüyü birləşib bazu ilə, körpücük sümüyü isə birləşib döş sümüyü ilə. Vəssalam. İndi burada körpücüyün birləşməsini deyəcəksiniz. Döş sümüyü vasitəsilə birləşir və bu da bunun gövdəyə birləşmək metodudur. Vəssalam, A variantı. Deyərsiniz, mənim niyə kürəyin birləşməsini götürmədiniz? Kürək özü bu skelet hissəsi ilə birləşib də bir tərəfdən bazu ilə, bir tərəfdən körpücüklə. Başqa heç yana birləşməyib. Cavab oldu burada bir sümüklə, döş sümüyü ilə. Şəkildə verilmiş skelet hissəsi bilavasitə neçə növ sümüklə birləşir? Dəqiqə silək. Burada bizdən sümüyün sayını və ya adını soruşmur, növünə diqqət eləyəcəyik. Çanaq sümüyü digər çanaq sümüyü ilə birləşir. İkinci çanaq sümüyü ilə, buradan bir dənə də çanaq sümüyü ilə birləşəcək. Əlavə olaraq da oma fəqərəsinə birləşəcək. Çanaq sümüyü yastı sümüklərə aiddir, oma fəqərəsi isə qarışıq sümüklərə aiddir. Yəni iki növ sümüklə birləşir. Xəstənin rentgen şəklinə baxıb hansı fikri söyləmək olar? Baxıram ki, bunun aşağı ətrafının sərbəst hissəsində sınıq var. Qamışı və incik sümüyüdür. Bura sınıb. A variantı. 53-ə baxıram. Şəkildəki sümüyün sınığı zamanı ilk yardım göstərilərkən şina hansı oynaqları tutmaq şərti ilə qoyulmalıdır? Sınıq baxaq görək hardadır. Bax bu sait hissəsindədir. Yuxarı və aşağı oynağı tutmaq şərti ilə qoyulmalıdır. Yəni Y-i də, Z-i də burada tutmalıdır. D variantı. Keçdik nəhayət 54-cü suala. Cədvəldəki sümüklərin kütlələrinin düzgün müqayisəsini müəyyən edin deyir bizə. Bir qaydası var bunun. ABCDY sümükləridir. Hüceyrələrinin kütləsini, yəni sümük hüceyrələrinin kütləsini, hüceyrə arası maddəsinin kütləsini verib və toxumanın kütləsini verir. Qayda belədir. Sümük hüceyrəsi ilə hüceyrə arası maddənin kütləsinin cəmi ümumilikdə toxumanın kütləsini verəcək bizə. Yəni toxumadakı hüceyrələr üstəgəl hüceyrə arası maddə bərabərdir toxumanın kütləsi. Bir də belə bir qaydamız var. Hüceyrə arası maddənin kütləsi sümük hüceyrəsinin kütləsindən 2 dəfə artıq olur. Niyə? Çünki sümük toxumasının 1/3 hissəsi sümük hüceyrələridir. 1/2 hissəsi hüceyrə arası maddədir. Görürsünüz 3/2, 3/1-dən 2 dəfə çoxdur. Demək hüceyrə arası maddə sümük hüceyrəsindən 2 dəfə çoxdur. A sümüyündə x qədər sümük hüceyrəsi varsa, 2x qədər hüceyrə arası maddə var. Cəmi toxumanın kütləsi 3x-ə bərabərdir. B sümüyündə x qədər hüceyrə arası maddə varsa, 0,5x qədər sümük hüceyrəsi var. Cəmi 1,5x-ə bərabərdir toxumanın kütləsi. C-ni hesablamıram, zaten özü verib. D-də də eyni olacaq. 0,5x bərabərdir 1,5x. Burada da 3x-ə bərabər olacaq. Demək A və Y burada bir-birinə bərabərdir. B və D də bir-birinə bərabərdir, amma A və Y B və D-dən çoxdur. Onlar da böyükdür C-dən. Baxaq görək hansı variant uyğun gəlir burada. B və D-dən. Elə A variantı doğrudur. 55-ə baxıram. Şəkildə rəqəmlə göstərilən sümüklərin bilavasitə birləşdiyi sümük növlərini müəyyən edin. Baxın, birinci baxırıq. Onurğa sütununu göstərib bizə. Onurğa sütunu deməli aşağıdan belə deyək. Bizdə burada maraqlıdır. İmmunun hansısa şöbəsini mi soruşur bizdən? Əgər hansısa şöbəsini soruşursa başqa, amma bütövlükdə onurğanı soruşursa,
yastı sümüklərlə birləşmə əmələ gətirir burada. Baxın, gəlin ikincini deyək. Görürsünüz, burada qabırğanı 2 ilə işarə edib. Qabırğa birləşib ön tərəfdən döş sümüyü ilə, yastı sümüklə, arxa tərəfdən də qarışıq sümüklə. Yazıram yastı və qarışıq. Üçüncü də çanaq sümüyünü görürük. Bir tərəfdən digər çanaq sümüyü ilə, yəni yastı sümüklə birləşib. Bir tərəfdən bud sümüyü ilə birləşib, yəni uzun borulu sümüklə. Bir tərəfdən də fəqərə ilə birləşdiyinə görə qarışıq sümüklə. Dördüncüyə də baxıram. Pəncə sümüyünü görürəm burada və burada sümüklər qısa sümüklər olduğuna görə deyəcəm ki, qısa sümüklərlə birləşmə əmələ gətirmişdir. Son olaraq deməli, ikincidə yastı və qarışıq, üçüncüdə qarışıq. Onurğaya da birinciyə də deyəcəm bir qarışıqla, bir də yastı sümüklərlə birləşmə əmələ gətirmişdir. Burada döş fəqərələrini göstərdiyi üçün qabırğalarla birləşib, qabırğalar yastı sümüklərdir. Bir də yuxarıdakı, aşağıdakı fəqərələrlə birləşmişdir. Cavab oldu, ona görə D variantı. 56-ya baxıram. Cədvəldə insanın 5 müxtəlif sümüyünün tərkibi göstərilmişdir. Hansı sümük daha az kütləyə malik olar? Bayaqki suala oxşuyur. Hüceyrə arası maddə 9-dursa, sümük hüceyrəsi 4,5-dir. Ümumilikdə sümüyün kütləsi 13,5. İkincidə sümük hüceyrəsi 4-dürsə, hüceyrə arası maddə 8, cəmi 12. Bunları verib, burada isə 5 qram sümük hüceyrəsidirsə, 10 qram hüceyrə arası maddədir. Cəmi oldu 15. Ən az kütləli ilə 4-cü olacaq B variantı. Davam eləyək. Əlli 7-ci sualdan. İnsanda gövdə skeletinə aid olan silək bunları. Gövdə skeletinə aid olan sümüklərin hamısı tək sümüklər deyil. Çünki gövdə skeletinə aiddir 1 ədəd döş sümüyü, 24 qabırğa, 33, 34 fəqərə. Və bu sümüklərdən yalnız qabırğalar cüt sümüklərdir. Yəni qabırğalar cüt sümüklər olduğuna görə hamısı tək sümükdür deməyimiz doğru deyil. 58-ci suala baxıram. Diaqramda insan skeletinin X, Y hissələrinə bilavasitə birləşən sümüklərin sayı göstərilmişdir. Buna əsasən X və Y müəyyən etməyimizi istəyir. X sümüyünə deməli 3 sümük birləşib, Y isə 2 sümük birləşmişdir. Gəlin baxaq. Burada X 3 sümüklə birləşmə əmələ gətirdiyinə görə mənim ağlıma gəlir kürək və körpücüyün, yəni çiyin qurşağının birləşməsi. Çünki bir ədəd döş sümüyü ilə birləşib, körpücük sümüyü. Kürək sümüyü isə 2 dənə bazu sümüyü ilə birləşib. Bu uyğun gəlir. Sonra Y-də isə 2 sümüklə birlə, baxın, çiyin qurşağı var cavablarda. Y kürək sümüyü, Y onurğa sütunu. Onurğa sütununa birləşən sümük 27 ədəddir. Çünki bura qabırğalar birləşib 24 dənə, 2 dənə çanaq sümüyü, 1 dənə ənsə sümüyü düzgün deyil. Amma kürək sümüyü uyğun gəlir. Çünki kürək sümüyü 2 dənə bazı sümüyü ilə birləşmə əmələ gətirmişdir. 1 dənə kürək sümüyü dedikdə isə bir bazı ilə, bir də deməli, körpücük sümüyü ilə birləşmişdir. Vəssalam. Deməli, X oldu çiyin qurşağı, 3 sümüklə birləşib. Çiyin qurşağı deyəndə həm kürəyin, həm körpücüyün birləşmələrini nəzərdə tuturuq. Çiyin qurşağı birləşib gövdə skeletinin döş sümüyünə və sərbəst hissənin 2 dənə bazu sümüyünə. Buna görə 3 sümük onlar oldu. Y isə aiddir kürək sümüyü, bir kürək sümüyü, bir körpücüklə, bir də bazu ilə birləşmişdir. Kürək sümükləri desəydə əgər burada 2 bazu, 2 körpücükdən söhbət gedərdi. Yəni 4 sümük olardı. Baxaq indi 59-a. İnsan da ətrafların skeletində yuxarı ətraflara və aşağı ətraflara aid olanı istəyir. Yuxarı ətrafın sərbəst hissəsi var, qurşaq hissəsi var. Aşağı ətrafında sərbəst hissəsi var. Çanaq sümüyünün aid olduğu hissə isə qurşaqdır. Yuxarı ətrafın sərbəst hissəsinə bazı aiddir.
Qurşaq hissəsinə isə kürək körpücük aiddir. Aşağı ətrafın sərbəst hissəsinə bazu said aiddir. Qurşaq hissəsinə isə çanaq sümükləri aiddir. İndi A olacaq qurşaq, ardıcıl yazaq. 2. B olacaq sərbəst, yəni 4. Sonra C olacaq yenə qurşaq, 2. Sonra bazu said və əl pəncəsi, 5. Sonra nə gəlir? Y-ni yazmalıyam. Y kürək körpücükdür, 1. K isə bazu said nədir? Bud baldır. Üzrü sayın. Bud baldır. 3 də burada olacaq. Vəssalam. 2, 4, 2, 5, 1, 3. B variantı. Hərdən mexaniki səhvlər olur. 60-a baxaq. İnsan skeletinin şəkildə göstərilən hissəsinə aid doğru mülahizələri müəyyən edin. Yuxarı ətrafımızı görürük burada. Həm sərbəst hissəsi, həm qurşaq hissəsi verilmişdir. Onurğa sütunu ilə bilğavasitə birləşmə əmələ gətirir. Yanlışdır tamamilə. Yuxarı ətrafımızın gövdəmizə birləşmək metodu döyüş sümüyüdür. Onurğa sütunu ilə birləşmir. Revmatizm əlbəttə ki, müşahidə oluna bilər. İkinci doğrudur. Yuxarı ətrafın yalnız sərbəst hissəsi yanlışdır. Baxın, görürsünüz, burada kürək və körpücüyü də verib. Demək, qurşaq da var. 3 sümüyü sarı sümük iliyinə malikdir. Doğrudur. Bazu, mil, dirsək. 3 sümüyü uzun borulu sümükdür. Demək, içərisində sarı sümük iliyi var. 2 sümüyü qurşaq skeletinə aiddir. Tamamilə doğrudur. Kürək və körpücük. Bükülməsini 3 başlı əzələ təmin edir. Yanlışdır. 2 bükür, mən həmişə deyirəm. Yuxarı ətrafda da, aşağı ətrafda da 2 başlı bükür. 2 bükü yadda saxlayırsınız. 3 başlı isə açıcıdır. Cavab olacaq burada A variantı. 61-ə baxıram. İnsanın aşağı ətraf skeletinə aid olmayan sümükləri istəyir. Görürsünüz, burada fəqərələr verilir. Fəqərələr onurğa sütununa aiddir. Yuxarı ətraf skeletinə aid olmayan qabırğalar, döş sümüyü, bel fəqərələridir. Çünki bunlar gövdə skeletinə aiddir. Sarı sümük iliyi olmayan sümüklər. Olanlar bazudur, buddur. Çünki uzun borulu sümüklərdir. Olmayan dedikdə çanaq, boyun fəqərəsi, oma fəqərəsi, pəncə sümükləri. İnsan da gövdənin skeletinə aid deyildir. Körpücük və kürək sümükləri yuxarı ətrafın qurşaq skeletinə aiddir. 65-də insanda gövdənin skeletinə aid olmayanları istəyir. Çanaq sümüyü aşağı ətrafın qurşağıdır. Bud aşağı ətrafın sərbəst hissəsidir. Cavab olacaq 3 və 4. 66-da sarı sümük iliyi olanları istəyir. Uzun boruluları götürəcəksiniz. 1 bud, 1 mil, 1 bazu, 1, 4 və 6 olacaq cavab. 67. İnsan da sarı sümük iliyi olan sümükləri istəyir. Birinci qamış, mil, həmçinin 6. Bunların hamısı uzun borulu sümük olduğuna görə sarı sümük iliyi var. Artıq təkrar olanları çox vurğulamaq istəmirəm. 68-də kürək sümüyünü verib bizə və birləşdiyi sümükləri istəyir. Kürək sümüyü birləşib körpücüklə, bir də bazu sümüyü ilə. Körpücük və bazu 1 və 2. 69. Baxaq, insan skeletinin şəkildə verilmiş şöbəsinə aid doğru fikirləri seçin. Şəkildə gördük döş qəfəsini. Bura aiddir 1 döş sümüyü, 24 qabırğa və 12 döş fəqərəsi. Baxaq verilənlərə. Birinci deyir ki, sarı sümük iliyinə malik olan sümüklərlə bilavasitə birləşmir. Gəlin elə birləşmələrini yazaq. Bura döş fəqərələrə aiddir də. Birinci döş fəqərəsi yuxarıdan 7-ci boyun fəqərəsi ilə birləşib. Aşağıdan sonuncu döş fəqərəsi isə birinci bel fəqərəsi ilə birləşib. Döş qəfəsinin birləşmələrini yazıram. Həmçinin gəlib bura döş sümüyünə 2 dənə də körpücük sümüyü birləşib. Aydındırmı? İndi baxaq görək, burada sarı sümük iliyi olan sümüyün adını çəkdikmi? Xeyr, birləşmir. Demək, bu doğrudur. Maksimum sayda sümüklərlə birləşmə əmələ gətirən sümük yalnız qarışıq sümük ilə birləşir. Burada döş sümüyündən söhbət gedir. Amma gəlin baxaq, yalnız qarışıq sümüklə birləşmir, yastı sümüklərlə də birləşmə əmələ gətirir.
Bir dəqiqə. Dedik ki, bu ikinciyə aiddir döş sümüyü, yəni döş sümüyünü nəzərdə tutur. Çünki döş sümüyünə burada 2 körpücük, 14 dənə də qabırğa birləşir, 7 cüt həqiqi qabırğa birbaşa birləşir. Yəni 16 sümük burada maksimal sümük birləşməsi əmələ gətirir. Yalnız qarışıq sümük ilə birləşir deməsi yanlışdır, çünki qabırğalarımız yastı sümüklərdir. Bir növ sümükliyinə rast gəlinir döş qəfəsində. Tamamilə doğrudur. Yalnız qırmızı sümüklüyü. Çünki burada uzun borulu sümük yoxdur ki, içərisində də sarı sümüklüyü olsun. Bir sümüyü minimum bir sümük ilə birləşmə əmələ gətirir. Yanlışdır. Baxın bu yan qabırğalar, üzən qabırğalar. Bu 4 qabırğa, 4 sümük, bir sümük ilə birləşmə əmələ gətirir. Ətrafların skeletinin sümükləri ilə bilavasitə birləşmir. Ətraf skeletindən axı körpücük ilə bilavasitə birləşir. Körpücük gəlir düz bu döş sümüyünə birləşir. Ona görə 5 yanlış olacaq. 6-ya da baxıram, bilavasitə kəllə skeletinə birləşir. Tamamilə yanlışdır. Yuxarıdan axı boyun fəqərəsi var, sonra kəllə gəlir. Düzgün olan 2 dənəsini götürdük. 1 və 3-ü. Keçirik 70-ci suala. Biraz buraları silək, səliq yazalaq. Baxıram 70-ci suala. İnsanın sümük toxumasında hüceyrə arası maddənin kütləsi sümük hüceyrələrinin kütləsindən neçə dəfə çoxdur? Hüceyrə arası maddə 3-də 2-dir, sümük hüceyrəsi 3-də 1-dir. Hüceyrə arası maddə sümük hüceyrəsindən 2 dəfə çoxdur. 3 kiloqram sümük toxumasında 3-də 2 qədər, yəni 2 kiloqram hüceyrə arası maddə var. 72-də onun sümüklə insan 80 il yaşayıb, onun sümüklərinin böyüməsi minimum neçə il əvvəl dayanmışdır? 18-20 götürürəm, minimum dediyinə görə 80-dən 20-ni çıxıram, 60 il əvvəl dayanmışdır. İnsan da qabırğalar döş sümüyünə birləşməsəydi, onlar neçə növ sümüklə birləşmə əmələ gətirərdi? Qabırğalar arxadan birləşiblər döş fəqərələrinə. Öndən birləşiblər döş sümüyünə, elə deyilmi? İndi döş sümüyünə birləşməsələr, birləşəcəklər fəqərələrə. Bu olacaq qarışıq. Əlavə olaraq da, axı, orada 3 cüt yalancı qabırğalarımız var. Onlar bir-biri ilə birləşib gəlib 7-ci cüt qabırğaya birləşirlər. O da yastı sümükdür. Qarışıq və yastı olmaqla 2 növ sümüklə birləşəcəklər. 74-də baxıram, Y-in X-ə nisbətini istəyir. Yenə burada hüceyrə arası maddə ilə, bax bununla sümük hüceyrələrini toplayıb sümük toxumasının ümumi kütləsini tapacağam və hüceyrə arası maddə sümük hüceyrəsindən 2 dəfə çoxdur deyəcəm. A qədər hüceyrə arası maddə varsa 0,5 A qədər sümük hüceyrəsi var. B-də isə A qədər sümük hüceyrəsi varsa 2A qədər hüceyrə arası maddə var. X bərabərdir 1,5 A-ya, Y bərabərdir 3A-ya. Y-in X-ə nisbəti 3A-nın 1,5 A-ya nisbəti deməkdir. O da 2-yə bərabərdir. 75-ə baxırıq. İnsan skeleti üçün uyğunluğu müəyyən edin. Kəllə skeleti, kürək sümüyü və döş sümüyü haqqında uyğunluğu tapmalıyıq. Birinci deyir ki, yuxarı ətrafların skeletinə aiddir. Bu kürək sümüyünə aiddir. Kürək sümüyü yuxarı ətrafın qurşaq skeletinə aiddir. Gövdənin skeletinə aiddir döş sümüyü. Onurğa sütunu ilə birləşir kəllə skeleti. Kəllənin ənsə sümüyü birinci boyun fəqərəsi ilə, onurğa sütununa aid olan boyun fəqərəsi ilə hərəkətli bir birləşmə əmələ gətirmişdir. D-də deyir ki, bilavasitə yuxarı ətrafların sərbəst hissəsinin sümüyü ilə birləşir. Bu kürəyə aiddir. Kürək və bazu birləşməsini burada nəzərdə tutur. Yuxarı ətrafın sərbəst hissəsidir bazu.
Y-də isə deyir ki, yalnız qarışıq sümüklər birləşir. Bunu da mən birinciyə aid edəcəm, çünki kəllə skeletində ənsə sümüyü ancaq birləşib birinci boyun fəqərəsindən, fəqərə də qarışıq sümüklərə aiddir. Kürək sümüyünü götürə bilmərəm, kürək sümüyü bazu ilə birləşir, körpücüklə birləşir. Düzdür, körpücük qarışıqdır, amma axı bazu uzun borulu sümüklərə aiddir. Burada 1-də oldu C-Y, 2-də oldu A-D, 3-də isə B oldu. Son olaraq 76-ya baxıram. Sxemə əsasən sümüklərin boş xanalar üzrə soldan sağa ardıcıllığını müəyyən edin. İnsanın yuxarı ətraflarının skeletinə bazu, said aiddir. Birinci ardıcıl yazıramsa kürək, körpücük, sonra gəlir bazu, sonra gəlir said, sonra gəlir biləyimizi görürük. Nömrələrini də gəlin yazaq. Birinci 5, sonra bazu 2, sonra said 1, sonra gəlir bilək sümüyü, bura 3 aiddir. Əl darağı və nəhayət barmaq falanqalarımız. 4. Ardıcıl yazsaq 5, 2, 1, 3 və 4 bura aiddir. Və salam, deməli, sümüklər olan hissəsini bitirdik. Əzəllər haqqında olan bölməni də yəqin ki, bir dəfə yükləyərəm. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi, rəy yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Növbəti bölmələrin izahını da kanalda tapa bilərsiniz. Sağ olun, salamat qalın.